Gününüz aydın olsun millət. Məhərrəm ayının gəlişi ilə bağlı mən sizlə, yəni nə sünni kimi, nə şiə kimi, mən dünyasını dəyişənə qədər, bir ömür, uşaqlıqdan biz böyüyənə qədər, dilindən Allah düşməyən, hər addımında Allah deyən, Peyğəmbərimizdən danışan, Peyğəmbərimizin gözəl əməllərindən danışan və onun əhl-i beytindən, onun bizə əmanət qoyduğu Qurani Kərimdən, Həzrət Əlinin gözəl kəlamlarından, Həzrət Əlinin gücündən, qüdrətindən və bugünkü gün Məhərrəm ayının səbəbkarı, əsas səbəbkarı olan İmam Hüseynin faciəsindən, Kərbəla müsibətindən danışıb ağlayan bir ömür onun bu faciələri, bu gözəllikləri hansı ki Peyğəmbərin əhl-i beytinin, Peyğəmbər haqqında, Allah haqqında danışan bir ananın evladı kimi sizlə söhbət edirəm. Yəni Məhərrəm ayı gələndə bəzi insanlar düşünür ki, bu şiələrin hoqqalarıdır. Yox, əstəğfurullah, şiələr, yəni mən müsəlmanları bölmürəm, heç xoşlamıram da, onun əksinəyəm. Əhl-i sünnə, əhl-i şiə, hamısı bizim bacı qardaşımızdır. Söhbət ondan gedir ki, bu Məhərrəm ayının çoxlarının ürəyinə dərd olub, belə deyək ki, niyə toylar yoxdur? Niyə bu ayda niyə toylar olmamalıdır? Yəni gözəl insanlar, gəlin belə bir şey fikirləşək. Bugünkü gün siqaret çəkirik, düzdür? Bugünkü gün siqareti atırıq. Atanda gəlib cərməliyirlər, düzdür qardaşlar? Yəni o cərməni, məsəl üçün fikirləşməliyik ki, yəni onun cərməsi bizi göynədir. Niyə bizi cərmələdilər? Gəlin indi gözəl bir tərəfini fikirləşək. Gözəl tərəfini fikirləşək ki, hansı ki bu cərmələr olmayana qədər hamı küçüyə atırdı. Amma heç kim fikirləşmir ki, bunu xadimələr təmizləyir axı. Buna cəmaət əziyyət çəkir, o yaşlı analarımız əziyyət çəkir, o siqaretin piçoklarını deyək də, tullantılarını təmizləyir. Gəlin onu fikirləşək ki, nə gözəl, eybi yox, cərmələsinlər, qoy bu cəmaət siqareti yerə atmasın. Bunun gözəl tərəfini fikirləşək. Fikirləşək ki, analarımız daha əziyyət çəkmir. Bəli, biz ancaq cərməni fikirləşirik. Biz niyə cərmələnməliyik? Biz xeyr ola biz bu siqareti çəkməməliyik. İndi də bəziləri deyir ki, niyə bu Məhərrəm ayında toy olmamalıdır? Özdə hansı ki, and olsun Allah, o sözlər deyənin çoxu da dünənə qədər, ay bu toylar bezdirdi məni, ay bezdim, cana gəldim, hər həftə toy, 2 gündən bir toy. O sözü deyənlər də and olsun Allah. Ən azından istirahət edin də, əziz qardaşlar. Ən azından istirahət edin. 2 ay birinci toy yoxdur da. Allah həmişə ölkəmizə toy nişan nəsib eləsin. Yəni bunu niyə məhz şiəliyə, bunu niyə məhz nəyəsə gətirib çıxardırsınız? Yəni bu Məhərrəm ayının ağırlığı, bu yəni tək İmam Hüseynin faciəsi deyil. Məhərrəm ayının ağırlıqları var. Bu ayda çox hadisələr baş verib. Yəni fikirləşməyin ki, bu yenə deyirəm şiələrin qurduğu plandır. Xeyr. Sizə bir şey deyim ki, biz Azərbaycanda bizim nənələrimiz, bizim babalarımız İmam Hüseynə yas saxlayanda o bəziləri şiələrə İran ləkəsi qoyurlar. Həmən vaxtı İranda şahın dövrü idi, həmən vaxtı pozğunçuluq idi. Yəni onu özünüz gözəl bilirsiniz ki, biz İmam Hüseynə neçə əsrlərdir yas saxlayır Azərbaycan xalqı. Yəni söhbət ondan getmir ki, mən İmam Hüseynə məsəl üçün kimlərsə üstün tuturam, ondan digər. Bəli, Həzrət Həmzə məsəl üçün İmam Hüseyn qədər yəni faciəvi ölüb, onun ürəyini çıxardıb çiynəyiblər. Yəni bunları da unutmuruq əziz qardaşlar. Yəni o müqəddəslərin hamısı bizə əzizdir. Yəni Peyğəmbərimizin əhl-i beyti, Peyğəmbərimizin nəvəsini niyə sevməyək? Niyə biz ona nəsə bir gözləməyək, nəyəsə rəayət eləməyək? Yəni bu Məhərrəm ayını qarışdırmayın. Yəni o içinizdə olan bəzi fitnələri çıxardın ki, yəni ola bilər kimsə İmam Hüseynin adından istifadə edib, hansısa bir gətirər, necə deyim, radikallığa müəyyən bir ifrat dərəcə, müəyyən bir şirklər gətirər çıxardar. Onlar bizlərdən deyil. Biz İmam Hüseyni içimizdə sevirik. Məhərrəm ayını içimizdə qeyd edirik. Yəni normal insandan söhbət gedir. Bugünkü gün Məhərrəm ayında yaxşı əməllər eləyək, daha xoş olmazmı? Bugünkü gün 2 aydır, məsəl üçün 2 ay toylar olmayacaq, düzdür? Düşünməyək də, onun o içimizdə olan o bəzi fikirləri düşünməyək. Düşünək ki, bu 2 ayda insanlar var ki, normal vəziyyətdə, məsəl üçün adi vaxtda içir. Bu Məhərrəm ayında içində olan bəzi o qorxumu deyək, ya nəsə, indi insanlar var da, təbii ki, içki hər gün haramdır, fərq eləmir. Yəni bu 2 ayda içmir. Heç olmazsa fikirləşək ki, həmin insanların nə xoş halına bu 2 ayda içmir. Bunu düşünək. Bunu düşünək ki, o 2 ayda restoranlarda göbəklər açılmır, nə bilim, hoqqalar, diskotekalar, nə bilim, filan şeylər olmur bəzi toylarda. Toylar dayandı, məsəl üçün 2 ayda. Ən azından bu cəhəti fikirləşək, bu tərəfini fikirləşək. Biraz, yəni, özümüzə təskinlik tapaq. And olsun Allaha, yəni bu, necə deyim, Məhərrəm ayını, vallahi deyirəm, yəni nəyəsə calamaq düzgün deyil. Yəni o 2 ayda Allah o restoranlarda işləyən ofisiantından, operatorundan, nə bilim, müğənnisindən, digər xadiməsindən, nədən, hamısının ruzusunu o 2 ayda verir. Yəni 2 ay ərzində
Hamı rusun çörəyini tapır. Heç kim ac qalmır. Əgər milləti o sahədə düşünürsə, heç kim ac qalmır. Pandemiyada 2 il, da hətta deyərdim çox, ağzımızı bağladılar, oturtdurdular evdə. Niyə demədik ki, bu nəyə görədir? Niyə demədik ki, bu dünyada hansısa bir üzləniraq pandemiya virusu yayıb gətirib ölkələrdə bu qururlar, hansısa bir planı qururlar. Niyə onu demədik? Məhz gətirdik, çıxartdıq ki, yox bu xəstəlikdir. Təbii ki, o virus idi, nə idi? Axırı bunu qoyduq qırağa. Əsas odur ki, onu da deyə bilmirdik. Amma bugün 2 ay səbr eləyənmirik. 2 ay dözək də. Olmazmı? Eybi yox. Mən yəni ki 2 ayda heç kim ac qalmaz, onu deyərəm ki, heç kim ac qalmaz. Və kimin də nəsə sözü varsa bu videodan sonra ki şəxsə yəni qulaq asarsınız və onda başa düşərsiniz ki, mən nə demək istəyirəm ki, yəni bu dövlət qanunu səviyyədə bu toylar yığışırlar. Yəni onu demək istəyirəm əziz cəmaət. Allah xalqımızı qorusun. Allah ölkəmizə necə deyim, yas, matəm nəsib eləməsin, qismət eləməsin. Peyğəmbərimizin hər bir şəxsi bizə müqəddəsdir. İstər onun dostu, tanışı, səhabəsi, nə bilim, ailəsi, onun hansısa bir çörəkdaşı, nə bilim, əməkdaşı, həmdaşı, hər biri bizə əzizdir. Kim Peyğəmbərimizə xidmət eləyibsə, o bizim başımızın tacıdır. İmam Hüseyin də onun sevimli nəvəsi olub. Gəlin heç olmasa ona hörmət eləyək. Allah xalqımızı qorusun, Allah İslam aləmini qorusun, Allah müharibələrdən uzaq eləsin. Fərq eləmir, müsəlman, xristiyan, Allah bəşəriyyətimizi qorusun. Azərbaycanın əziz evlatları, bugün bizim Müslümanlar için matəm günüdür, aşura günüdür. Ve bugün biz dinimize, adet ənələrimize sadik olarak məscidə toplaşmışıq ve hak adalet yolunda şehit olan Hazreti Hüseyin'in hatırasını yad edirik.